Sovet ordusunun Almanlar üzərində ilk qələbəsi, yəni 2-ci Dünya müharibəsində Sovet ordusunun Almanlar üzərində ilk qələbəsi nə zaman olmuşdu? Adətən bunu deyəndə bizim yadımıza düşən Moskva döyüşüdür. Doğrudan da Moskva döyüşündə SSR ordusu böyük bir, möhtəşəm bir qələbə qazanmışdı ki, Almanların bu cəbhədə olan bir sıra üstünlüklərini əlindən almışdı. Lakin SSR-nin Almaniya üzərində 2-ci Dünya müharibəsindəki ilk qələbəsi 22 iyun və 30 iyun 1941-ci il tarixlərində baş vermiş olan Peremişl döyüşü idi. Həmin döyüş zamanı Peremişl şəhərini, xırda bir şəhər idi, 90 minə yaxın Sovet əskəri müdafiə edirdi. Bu bir dənə diviziya, bir artilleriya briqadasından ibarət idi. Almanlar qəfildən şəhərə hücum eləsələr də, əvvəlcə şəhərin bir hissəsini ələ keçirə bilmişdilər. Lakin Sovet əskərlərini onlar pərən-pərən sala bilmədilər. Həm də artilleriyanın köməyindən istifadə edən Sovet ordusu Almanların bu təşəbbüs hüququnu əllərindən almış oldu. Döyüşlərin gedişində 24 iyun, 23-24 iyun gecəsi Sovet əskərləri tələsik öz qruplarını, yəni qüvvələrini cəmləşdirərək Almanlara qarşı əks hücuma keçdilər və şəhərin xeyli hissəsini Almanlardan azad elədilər. Düz 30 iyun 1941-ci il tarixinə qədər şəhəri əllərində saxladılar. Daha sonra baş komandanlığın əmrinə əsasən şəhəri intizamlı şəkildə tərk etdilər.